Salam olsun TR Handmade-in izləyicilərinə. Sıfırdan muncuq çanta toxumaq istəyən bütün xanımlar, yaxınlar əyləşsinlər. Bu videomuza baxsınlar. Muncuq çanta sıfırdan necə yığılır? Bugün sizə mən onu göstərəcəm. İlkin olaraq etap-etap bütün prosesləri sizə göstərməyə çalışacağım. Deməli xanımlar, ilk öncə sizə belə bir şey deyim ki, əgər sizin muncuğunuz ancaq axıra kimi tutaq ki 10 milli muncuqdan toxuyasınızsa, siz istifadə edəsiniz. Məsələn 6 milli leskalardan istifadə edəsiniz. Burada yazır 6 milli falan. Bunun 6 millisi var, 5 millisi var. Millilər fərqlidir. 7 və 8 millilər var. Muncuğun ölçüsünə, millisinə görə dəyişir. Amma ki bizə belə bir şey deyim. Mən çantanızın daha kip, daha möhkəm alınması üçün əgər siz 10 milli muncuqla 8 milli muncuğu sintez edib örmək istəyirsinizsə, bu zaman 7 milli muncuqdan, 7 milli leskadan və ya da ki 6 milli leskadan istifadə edin ki, çantanız daha möhkəm olsun. 7 millidən istifadə etsəniz, çantanız daha möhkəm olacaq. Və ya da ki 5 milli leskanız var, problem deyil. 5 milli leskanı 2 qat oxuyursunuz. Bu da çantanın elastikliyini azaldır və daha kip çantanızın olmasına şərait yaradır, səbəb olur. Deməli uşaqlar, gəlin bir eləyək. Mən çantamızın muncuqlarımız fərqli olduğuna görə 7 milli leskadan istifadə edəcəm. 7 milli leskadan təqribən sizə deyim ki, mən burada kəsəcəm. 2 metrdən də biraz fazla daha çox kəsmək istəyirəm ki, bizim işimiz axsamasın daha çox. Amma ki siz birinci başlayırsınızsa, o zaman siz leskanı biraz az kəsin ki 2 metrə yaxın ki sizin əl-ayağınızda dolaşmasın xanımlar. Deməli, sıfırdan çanta toxumaq üçün bir leskanı götürürük və muncuqlarımız da burada hazırdır. Buna görə də biz nə edirik? Bizə ilk öncə leska və 4 dənə muncuq lazımdır. Muncuqları ardıcıl olaraq bu leskanın içərisine yerləşdiririk. Birin bundan. Çünki biz bunu sintez edirik xanımlar. Ona görə də həmişə çanta qutarana qədər bu ardıcıllığı qoruyub saxlamalıyıq. Sıfırdan çanta toxumaq istəyənlər mənim kanalıma abunə olsunlar, like atmağı, yorum yazmağı yadlarından çıxartmasınlar ki, bizim də videolarımızın ardı gəlsin. Sıfırdan çanta, tək bu çantalar yox, müxtəlif klipsli çantalar, dairəvi çantalar, rolon çantalar və müxtəlif figurlar muncuqdan necə yığılır. Bütün bunları mən sizə yavaş-yavaş öyrədəcəm. Və bundan sonra nə qayırıq? Deməli, gördüyünüz kimi bunu keçirtdik muncuqları jilkamıza və daha sonra bizim işimiz nə olacaq? Bu jilkaların uclarını bərabərləşdiririk ki, sonra leskamız qutarandan sonra biri artıq qalmasın ki, israf olmasın. Çünki biri qutarıb, biri qalarsa onun birini məcbur kəsmək məcburiyyətindəyik ki, əlağımıza ilişməsin və təzədən yeni sıfır leskalardan istifadə edirik. Növbəti videolarımızda leska qutaran zaman jilka necə əlavə olunur, necə sıfırdan başqa bir jilkanı toxumaq olar, onu sizə göstərəcəm. Deməli, leskamıza 4 dənə muncuq taxdıq və burada sonuncu muncuğu tuturuq, buradan tutdunuz və bundan çıxan leskanı, xanımlar, leskanı deyim sizə belə deyim, götürürük, əks istiqamətə keçirdirik və dartırıq ta ki, deyim sizə, burada bir halqa yarımdan kimi dartırıq. Fikir verdinizsə, xanımlar, yəni bunun tək xanımlar deyirəm, bunun bəylər də izləyə bilər, öyrənmək istəyənlər. Məsələn, burada bir halqa yarandı. Daha sonra bu halqadan bu biri boşlayan leska var. Görürsünüz, bu leskanı bu halqanın içindən salırıq, saldıq və dartırıq. Dartacağıq. Dartanda avtomatik olaraq bizim bu dörtlüyümüz yarandı. Bizim nə dedik? Dedik ki, bizim iş prinsipimiz bu dörtlü yaratmaqdır. Baxın, burada bax görsənin, burada bir düyün var. Baxın düyünə. Bu düyünü salırıq bu muncuğun içərisində. Bax, bunun üçün buradan tutursunuz buradan biraz güc verirsiniz və bu muncuqdan tutub güc verəndə avtomatik olaraq bizim bu düyünümüz muncuğun içərisində itəcək. Bu düyünü toxumadı uşaqlar və sizin çantanız daha möhkəm olacaq. Bu dörtlünü hazırladık. Daha sonra ikinci dörtlünü hazırlamaq üçün buradakı bir muncuğumuz var. Sola bir muncuq, sağa isə 2 muncuq əlavə eləyəcəyik. Yəni burada deyim xamilyon muncuqdur deyə sola bir gümüşü, sağa 2 bir gümüşü, daha sonra bir dənə xamilyon muncuq əlavə edəcəyik. Deməli, sola bir dənə gümüşü muncuq əlavə edirik. Baxın uşaqlar, sol leskaya bir dənə gümüşü muncuq əlavə edirik.
Gəlsin burada öz yerini tutsun bu muncuq. Daha sonra sağ tərəfə isə, sağ leskaya isə bir gümüşü muncuq, bir dənə də xamilyon muncuq, yəni 8 və 10 milli bir dənə gümüşü muncuq əlavə elədik, bir dənə də xamilyon muncuq əlavə edirik. Hələ ki bu birinci sətri biz xamilyon muncuq əlavə edəcəyik. Sağdakı ikinci muncuq var. Gəlin belə yaxınlaşdırım sizdə görün. Baxın. Daha dəqiq bilməyiniz üçün deyim sizə, yaxınlaşdıraq bunları. Baxın. Deməli xanımlar, burada bir muncuq oldu, sağ tərəfdə isə 2 muncuq oldu. Baxın, biri burada, bir də burada, düzdür? Bu ikinci muncuqdan. Bax, ikinci muncuqdan biz leskamızı təzədən geri qaytarırıq. Geri çeviririk. Baxın, geri çevirdik. Biz dedik ki, biz geri çevirəndən sonra biz burada halqa yaradırıq. Baxın, burada bir halqa yaratdıq. Halqa yaradandan sonra digər leskanı, digər bir dənə tək muncuq var sol tərəfdə. Yadınızda qaldısa, onu bu halqanın içərisindən çıxardırıq. Bax, dartırıq beləncə və bizim biz burada düyünlə keçirdik, izlədik bunun içərisindən. Bu artıq deməli, bu beləncə gedəcək. Demək, sola birini əlavə edəcəyik, sağa ikisini. Normal bir çanta əldə etmək istəyirsinizsə, bu çıxıntılar var. Görürsünüz, bu çıxıntıları 21 dənə eləməlisiniz. Deməli, dedik bu çıxıntını biz 21 dənə eləyəcəyik. Necə 21 dənə? Məsələn, bu formada eləyirsiniz. Bunu toxunca bu başqa muncuqdandır. 21 dənə çıxıntı beləncə eləyirsiniz. Bunun sayı harcı 21-ni 21 eləyirik. Bu çantamızın təqribən belə bir qəlibi olacaq. Bunun 21 dənə olsa əgər, 8 dənə çıxıntı buradan olacaq, 8 dənə çıxıntı burada saxlayacaq. Aşağısında 1, 2, 3, 5 dənə də artıq saxlayacaq. 5-i altına, 8-i yanlarına. Bu da eləyir 21 dənə çıxıntı. Deməli, 21 çıxıntı olanda biz 20 dənə belə çıxıntı hörürük. Amma 21-ci də burada döndərmə hərəkət edəcək, döndərmə də ki, sonra keçir, bax, bu formada keçir bu bir sətrə və bundan öncə mən video yükləmişəm, döndərmə necə olur, orada girib həmin videoma baxıb, like atıb yorum yaza bilərsiniz. Döndərmə, digər muncuğu, digər sətrə döndərmə necə olur. Sağ olun, özünüzə yaxşı baxın. İnşallah belə qısa videolarımız olacaq və bu videolara baxıb siz sıfırdan çanta yığmağı öyrənəsiniz. Sağ olun, özünüzə yaxşı baxın, hələlik. Növbəti videolarda görüşərik.